İdmanda hüququn rolu nə qədər vacibdir? İnsanlar idman hüququ nədir bilmirlər. İdmanda ən çox rast gəlinən hüquqi problemlər hansılardır? Fərdi idman növlərində çox böyük problemlər var. Hüquqda və idmanda öz izini necə qoymaq istəyirsən? Bunu isə yarada bilməyəcəm. Çünki artıq 99% hər şey yaradılıb. Azərbaycanda idmanda ən çox hüquq pozuntusu edən federasiya hansıdır? AFFA-nın Nəzarət Futbol Federasiyasında hüquq orqanlarında nə qədər pozuntular var idi. Proseslər ümumiyyətlə keçirilmirdi, ümumiyyətlə heç kəsi çağırmırdılar, dinləmirdilər. Səncə problem idmançıdadır, menecerdədir, yoxsa sistemdədir? Hamısındadır problem. İdman hüququnda səncə ən çirkli mövzu hansıdır? Abi çox ağır sualdır. O oyunlar satılmır. Satılan oyunların mən cinayət işlərinin içində olmuşam. Elə oyunlar satılır ki, yəni sən deyərsən ki, yox da yəni. Like and subscribe. Hüquqşünas Elcan Həsənli özünü necə təqdim edər? İdman hüquqşünası. İdmançıların dostu. Əla. Hüquq, idman və həyat. Bu üçlükdə Elcan hardadır? Hüquq, idman və həyat. Bəli. Məndə belədir ki, idman, peşəkar idmanla heç vaxt məşğul olmamışam ümumiyyətlə. Amma çox yaxşı idman azarkeşi olmuşam. Yəni bütün idman növlərinə, son uşaq vaxtı Olimpiya oyunlarının hamısını çox həvəslə izləmişəm. Dünya çempionatları, Avropa çempionatları. Sonra isə sənətim və ixtisasım hüquq olub. Elə bil ki, bir əyləncəmlə, hobbimlə sənətimi birləşdirmişəm və bir idman hüququnu yaratmışam özüm üçün. Və indi bunun mərkəzindəyəm. Yəni həyatım bugün mərkəzi ilə idman hüququdur. Əla. İdmanda hansı prinsipləri hüquqda da tətbiq edirsiniz? Əslində idman bütünlüklə həyatın özüdür. Yəni mən belə düşünürəm ki, hər bir həyata aid nə varsa idmanın içində var. Yəni sevinc olsun, qalibiyyət olsun, uğur qazanmaq üçün çəkilmiş əziyyət olsun. Yəni və eyni zamanda idmanın ən böyük belə deyim, xüsusiyyətlərindən biri də yəni ədalətlilik çox ön plandadır və burada daim bir mübarizədir və idman bir növ idmandakı mübarizələri mən bir növ məhkəmələrə bənzəmişəm. Biz məhkəmələrdə də daim bir mübarizənin içindəyik. Yəni həmişə orada bir çəkişmə prinsipi var məhkəmələrdə, yəni bir tərəf var, müdafiə tərəfi, hər iki tərəf var və ona görə də idman əsasında fərdi döyüşlər çox əslində məhkəmə kimi, hüquq kimi çox oxşar xarakterləri çoxdur. Yəni daim hazır olmalısan, hər an döyüşə hazır olmalısan, hər an mübarizəyə hazır olmalısan, daim mükafələməlisən. Hüquq da belədir. Yəni idman kimi çox dinamikdir, hər an dəyişir, qaydalar dəyişir, idman həyatı dəyişir, hər bir şey çox sürətlə dəyişir. Ona görə hesab edirəm ki, yəni idman və hüquq oxşar və şeyləri çoxdur, tərəflər və yanları çoxdur. İdmanda hüququn rolu nə qədər vacibdir? Azərbaycanda idman hüququ kifayət qədər inkişaf edibmi? İkinci sualınızdan başlayayım, təbii ki, yox, inkişaf etməyib. Çünki çox yenidir və ümumiyyətlə insanlar idman hüququ nədir bilmirlər. Yəni bu anlayışın özü belə çox yaddır insanlara, cəmiyyətə. Mən magistr Azərbaycanda Bakı Dövlət Universitetində idman hüququnda magistr proqramına qəbul olanda, mən sırf onu istəyib qəbul olmuşdum. Qəbul olanda ən aşağı balla girilən ixtisas idi idman hüququ magistr olaraq. Çünki heç kəs onu yazmırdı və biz 3 nəfər tələbə, 3 nəfər seçmişdi o ixtisası. Biri mən özüm istəmişdim, digər ikisi təsadüfən belə deyim də həsəyə görə kəsilməsin deyə seçilmişdi ixtisaslar idi. Və belə deyim də heç kəs mənim acı ailəm olsun, dostlarım olsun, hər kəsə mən idman hüququ magistr oxuram, hər kəsə belə gülməli gəlir də. Yəni idman hüququ nədir, belə magistr olar, qeyri-ciddidir, yəni bu nədir? Belə bu anlayış yad idi. Amma işin içinə girdikcə və bu sahədə mən artıq 2019-cu ildən başlamışam bu sahədə fəaliyyət göstərməyə. Artıq bir uğurlu işləri gördükcə insanlar başa düşürlər ki, idman hüququ həqiqətən də ciddi bir sahədir. Və idmanı da hüquqsuz təsəvvür etmək anarxiya olar idmanda. Siz təsəvvür edirsiniz ki, idmanda bir yarışda bir qaydası yoxdur.
Yəni oyundakı qaydaları belə hamısı idman hüququnun tərkibindədir. Yəni onun vasitəsilə formalaşır və məsəl üçün o olmasa artıq bizim bunun idman buna deyə bilmərik. Qaydalar olmasa, hüquq olmasa artıq bu idman olmaz. Bizim küçədəki davamız olar. Qeyri bir başqa bir şey olar. İdman olmaz. Ona görə də mütləq idmanla hüquq bir yerdədir. Yəni ümumiyyətlə hüquq bu gün elə bir sahədir ki, bütün ictimai həyatın özündədir də, hər anımızdadır. Yəni bütün müasir dünyada bütün münasibətlər hüquqla tənzimlənir. O əvvəl idi ki, insanlar adətlə, əxlaqla hansısa bir münasibətləri tənzimləyirlər. Artıq müasir dövrdə bütün münasibətlər, insani də münasibətlər, bütün münasibətlər hüquq çərçivəsində tənzimlənməlidir. Lap bu gün biznes mühitdə olsun, istənilən iş, siz məsələn bu işi görürsünüz, burada da bir hüquq var, hər bir şeyin tənzimləyən bir şey var. Ona görə idmanda da bu kifayət qədər şeydir və bu sadəcə spesifikdir. Yəni digər hüquq sahələrindən, digər hüquq şeylərindən çox fərqlənir, çox spesifikdir. Ona görə də yəni hesab edirəm ki, amma çox vacibdir. Azərbaycanda təsdiq inkişaf eləməyib. Bu və digər səbəbdən bunun obyektiv və subyektiv səbəbləri çoxdur. İnkişaf etməsini istəməyən tərəflər də çoxdur. Amma həyat dinamikdir, həyat çox sürətli inkişaf edir və istəsələr də istəmələrsə də bu sahə inkişaf edəcək. Bəli, mütləq inkişaf eləyəcək. Düzgün qeyd elədiniz. İdman yarışlarının da özünə məxsus qaydaları var və hakimlər də buna görə var. Əgər hakimlər olmasa ədalətli olmaz. Hüququn da burada rolu böyükdür. Bəli. Yəni bugünkü gündə həm hakim, həm idmançı, həm məşqçi bilməlidir ki, özünü necə müdafiə etməlidir. Bəli. Nəyi tələb edə bilər, nəyi edə Bəli. bilməz və hansı addımı nəyə görə atmalıdır. İdmanda ən çox rast gəlinən hüquqi problemlər hansılardır? Ən çox rast gəlinən Azərbaycanda əsasən idman hüququ ilə bağlı mübahisələr futbol sferasında yaranır. Bəli. Çünki biraz bu təkcə bu AFFA-nın gördüyü bir uğurlu strategiyaya görə deyil. Bu sadəcə olaraq futbol dünyada ən baxılan, ən çox izlənilən və ən böyük bir maliyyəsi olan bir sistemdir. Və bu sistemə uyğun olaraq da bunu FIFA və UEFA tərəfindən çox yaxşı şəkildə tənzimləyiblər. Yəni məsəl üçün bu bir güləş federasiyasının və yaxud bir judo federasiyasından qat-qat daha yaxşı bir tənzim etməsi var. Ona görə də bu sahədə təbii ki, mübahisələr də çox kifayət qədər çox olur. Və bir də Azərbaycanda digər fərdi idman növlərindəki münasibətlər daha çox biraz dosyanın formada və digər formada həll etməyə çalışırlar və həll edirlər. Və digər fərdi idman növlərində ən çox mübahisə dopinq sahəsində yaranır. Bəli. Dopinq sahəsində də danışılmış oyunlar məsələsindədir. Bu bütün idman növlərində var. Bəli. Təkcə futbolda deyil, danışılmış oyunlar bütün idman növlərində var və bu aktual problemlər var. Bir də ən vacib təbii ki, müqavilə məsələlərinə yaranan problemlərdir. Bu Azərbaycanda təəssüflər olsun ki, məsələn fərdi idman növlərində çox böyük problemlər var. Yəni bu anlayışın özü belə çox yaddır insanlara, cəmiyyətə. Mən magistr Azərbaycanda Bakı Dövlət Universitetində idman hüququnda magistr proqramına qəbul olanda, mən sırf onu istəyib qəbul olmuşdum. Qəbul olanda ən aşağı balla girilən ixtisas idi idman hüququ magistr olaraq. Çünki heç kəs onu yazmırdı və biz 3 nəfər tələbə, 3 nəfər seçmişdi o ixtisası. Biri mən özüm istəmişdim, digər ikisi təsadüfən belə deyim də həsəyə görə kəsilməsin deyə seçilmişdi ixtisasları idi. Və belə deyim də heç kəs mənim adi ailəm olsun, dostlarım olsun, hər kəsə mən idman hüququ magistr oxuram, hər kəs belə gülməli gəlir də. Yəni idman hüququ nədir? Belə magistr olar, bu qeyri-ciddidir, yəni bu nədir? Belə bu anlayış yad idi. Amma işin içinə girdikcə və bu sahədə mən artıq 2019-cu ildən başlamışam bu sahədə fəaliyyət göstərməyə. Artıq bir uğurlu işləri gördükcə insanlar başa düşürlər ki, idman hüququ həqiqətən ciddi bir sahədir. Bəli. Və idmanı da hüquqsuz təsəvvür etmək anarxiya olar idmanda. Siz təsəvvür edirsiniz ki, idmanda bir yarışda bunun bir qaydası yoxdur. Bəli. Yəni oyundakı qaydaları belə hamısı idman hüququnun tərkibindədir. Yəni onun vasitəsilə formalaşır və məsəl üçün o olmasa artıq bizim bunun idman buna deyə bilmərik. Qaydalar olmasa, hüquq olmasa artıq bu idman olmaz. Bizim küçədəki davamız olar. Qeyri bir başqa bir şey olar. İdman olmaz. Ona görə də mütləq idmanla hüquq bir yerdədir. Yəni ümumiyyətlə hüquq bu gün elə bir sahədir ki, bütün ictimai həyatın özündədir də, hər anımızdadır. Yəni bütün müasir dünyada bütün münasibətlər hüquqla tənzimlənir. O əvvəl idi ki, insanlar adətlə, əxlaqla hansısa bir münasibətləri tənzimləyirlər. Artıq müasir dövrdə bütün münasibətlər, insani də münasibətlər
münasibətlər, bütün münasibətlər hüquq çərçivəsində tənzimlənməlidir. Lap bu gün biznes mühitdə olsun, istənilən iş, siz məsələn bu işi görürsüz, burada da bir hüquq var, hər bir şeyin tənzimləyən bir şey var. Ona görə İdmanda da bu kifayət qədər şeydir və sadəcə spesifikdir. Yəni digər hüquq sahələrindən, digər hüquq şeylərindən çox fərqlənir, çox spesifikdir. Ona görə də yəni hesab edirəm ki, amma çox vacibdir. Azərbaycanda təsdiq inkişaf eləməyib. Bu və digər səbəbdən bunun obyektiv və subyektiv səbəbləri çoxdur. İnkişaf etməyi istəməyən tərəflər də çoxdur. Amma həyat dinamikdir, həyat çox sürətli inkişaf edir və istəsələr də istəməsələr də bu sahə inkişaf eləyəcək. Bəli, mütləq inkişaf eləyəcək. Düzgün qeyd elədiniz. İdman yarışlarının da özünə məxsus qaydaları var və hakimlər də buna görə var. Əgər hakimlər olmasa ədalətli olmaz. Hüququn da burada rolu böyükdür. Bəli. Yəni bugünkü gündə həm hakim, həm idmançı, həm məşqçi bilməlidir ki, özünü necə müdafiə etməlidir. Bəli. Nəyi tələb edə bilər, nəyi edə Bəli. bilməz və hansı addımı nəyə görə atmalıdır. İdmanda ən çox rast gəlinən hüquqi problemlər hansılardır? Ən çox rast gəlinən Azərbaycanda əsasən idman hüququ ilə bağlı mübahisələr futbol sferasında yaranır. Bəli. Çünki biraz bu təkcə bu AFFA-nın gördüyü bir uğurlu strategiyaya görə deyil. Bu sadəcə olaraq futbol dünyada ən baxılan, ən çox izlənilən və ən böyük bir maliyyəsi olan bir sistemdir. Və bu sistemə uyğun olaraq da bunu FIFA və UEFA tərəfindən çox yaxşı şəkildə tənzimləyiblər. Yəni məsəl üçün bu bir güləş federasiyasının və yaxud da bir judo federasiyasından qat-qat daha yaxşı bir tənzim etməsi var. Ona görə də bu sahədə təbii ki, mübahisələr də çox kifayət qədər çox olur. Və bir də Azərbaycanda digər fərdi idman növlərindəki münasibətlər daha çox biraz dosyanın formada və digər formada həll etməyə çalışırlar və həll edirlər. Və digər fərdi idman növlərində ən çox mübahisə dopinq sahəsində yaranır. Bəli. Dopinq sahəsində də danışılmış oyunlar məsələsindədir. Bu bütün idman növlərində var. Bəli. Təkcə futbolda deyil, danışılmış oyunlar bütün idman növlərində var və bu aktual problemlər var. Bir də ən vacib təbii ki, müqavilə məsələlərinə yaranan problemlərdir. Bu Azərbaycanda təəssüflər olsun ki, məsələn fərdi idman növlərində çox böyük problemlər var. Bəzi hallarda bilmirlər idmançıları işçi kimi götürürlər, əmək müqavilələri bağlayırlar, federasiyaların işçisi kimi məsəl üçün çox görmüşəm, əsas komandalar, milli komandanın oyunçuları əmək müqavilələrindən işləyir. Bu və ya digər formada bir ad qoyurlar, lap belə əmək müqaviləsi idmançı kimi elə. Bu əsas iş və mahiyyət etibarilə düzgün deyil. Və ona görə də təbii ki, bu düzgün bütün münasibətlərin kökü odur ki, ona düzgün ad qoya bilmək lazımdır. Hüquqda bu vacibdir. Biz idmançı ilə klublar, federasiya arasında bağlanan müqaviləyə düzgün bir ad qoya bilməyəndən sonra onun tənzim etməsində də, ona tətbiqinə hüquqda da səhvə yol verəcəyik. Gətiririk onu əmək məcəlləsini tətbiq eləmək istəyəcəyik. Tamamilə səhv yerə gedib çıxacaq. O problemi həll edə bilməyəcək. Ona görə ən böyük problem müqavilə məsələlərindədir. Ki ona görə mən bütün idmançılara bildirirəm ki, istənilən bir münasibətə girirsinizsə, mütləq şəkildə birinci siz yaxşı bir düzgün müqavilə bağlamalısınız. Ki sizin müqavilənizin yaxşı şəkildə olması sizin bir işinizin 50%-nin görülməsidir. Elə bu sualı verəcəydim. İdmançılar hansı hüquqi məsələlərdə diqqətli olmalıdırlar? Təbii ki, ilk növbədə hüquqi məsələlərdə, ilk növbədə müqavilədir. Çünki bütün problemləri də, bütün məsələlər də oradan yaranır. Müqavilələri səthi şəkildə bağlayırlar və çox şeyləri tənzimləmirlər və günün sonunda əlavə problemlər çıxır. Bu əsasən futbol sferasında mən bunu qat-qat çox görürəm. Məsəl üçün futbolçuların müqavilələrindən nə bəndlər salırlar ki, götürürlər ən aktual və indi yəni buna baxan futbolçuların bir 90% bunu təsdiqləyəcək. Götürüb yazırlar ki, məsəl üçün filan oyunçu filan komandanın heyətində oyunlara cəlb ediləcək, məşq edəcək falan filan. Amma orada qeyd eləmirlər ki, oyunçu əsas komandanın oyunçusudur, yoxsa ümumiyyətlə. Komandada məsəl üçün bütün komandaların bu gün həm əvəzedici heyətləri var, 19-u var, 21-i var, aşağı yaş qrupları. Və futbolçu peşəkardır və bir gün günün sonunda bir gün baş məşqçi əsəbləşir hansısa bir oyuncunun performansına görə və şəxsi münasibətlər səmdi idmançını göndər aşağı əvəzedicilərə falan. Olar, bunların hamısı ola bilər. Amma ilk növbədə bax elementar məsələlərdə yəni futbolçu hansı komandanın müqavilə bağladığını belə düzgün müqaviləsində görməlidir. Görməlidir ki, bu əsas komandanın oyunçusudur. Çünki əsas komanda tam başqa şeydir. Çünki bunu Avropa praktikasına biz baxsaq, Avropada çox da fərqlənmir əsas və əvəzedici komandaların məşq tərzi. Azərbaycanda kəskin şəkildə fərqlənir. Yəni əvəzedicini əsasın poliyasına buraxmırlar.
Əvəzedicilər gedir yazır uşaqlar orada, burada məşq eləyib eləyir. Məşqçilərin səviyyəsində də böyük fərq var. Məsələn, A komandasına pro kateqoriyalı məşqçi idarə edir, əvəzedicini heç B kateqoriyası olmayan məşqçiyə tapşırırlar. Yəni bu o qədər belə əhəmiyyətli məsələlərdir hüquqi nöqteyi nəzərdən. Ona görə mütləq şəkildə bax belə müqavilələrinə diqqət eləsinlər. Maliyyə məsələlərinə mütləq şəkildə düzgün şey eləsinlər. Sadəcə onlar fikirləşirlər, məbləği görürlər, bununla belə məbləği sizə düzgün verəcəkmi? O məbləğdən hansı vergi, hansı tutulmalar ola bilər və eyni zamanda hansı cərimələr tətbiq olunur. Bax bu gün klublarda ürəyi istəyən yerindən duran oyunçusunu cərimələyir. Getdin Instagramda axşam post paylaşdın, nə bilim nə etdin, bunu elədin, onu elədin. Nəm həyat yoldaşından bir post paylaşdın bizim klubun üçün. O qədər ora qədər olub, yəni nümunələrdir. Və ona görə də futbolçuları cərimələyirlər. Bu əsassızdır. Mən illərdir bunu deyirəm ki, yəni ola bilər, hər şey ola bilər. Tərəflər razılaşa bilər. Futbolçu bəlkə bu gün asılıdır, idmançı hansı bir formada asılıdır. Sizə müqavimət göstərə bilmir, eləyə bilmir, amma bu o demək deyil də klublar da onlar daha da çox əzməlidir, daha da belə üstlərinə getməlidir. Hamısı bir hüquq çərçivəsində olmalıdır, bir düzgün nizamlama prosesində olmalıdır. Yəni bu kimi məsələlər futbolçuların, bütün idmançıların demək olar ki, bu və digər formada başlarına gəlib bu məsələlər. Yenə də müqavilələr formalarında aldadılıb, əmək haqqları vaxtında verilməyib və digər məsələlər kifayət qədər olub. Və bir də təbii ki, dopinqə çox ehtiyatlı olsunlar, bir də danışılmış oyunlara. Yəni bu üç məsələ ən aktualdır. Səncə idmançılar hüquqşünasla işləməyin vacibliyini anlayırlarmı? Sən mi desəm, tam olaraq anlamırlar. Nə vaxt anlayırlar? Mən demək olar ki, bütün idman növləri sahəsində çox hörmət etdiyim və əməkdaşlıq etdiyim idmançılar çoxdur. Və onlarla əsasən müzakirə edəndə onlar məsələn mən bir məşhur bir futbolçu karyerasının son illəridir. Mənə çox maraqlı bir söz demişdi ki, deyir mən cavan vaxtda 19-18 və bu insanlar dərk eləməlidirlər ki, hər cəhətdən bunların ortalama peşəkar, yaxşı pul qazan prime vaxtları maksimum 10 il ola bilər. 15 il maksimum kimsə. Ondan sonrası yoxdur. Ondan sonrası yoxdur. Və ondan sonra heç vaxt siz lap məşqçi də olsanız, nə də olsa topa çıxmasanız, o idmançı kimi qazandığınız pulları qazana bilməyəcəksiniz. Ona görə hər cəhətdən ağıllı davranmalıdırlar. Yəni addımlar ona uyğun atılmalıdır. İnşallah ki, onu da eləyərlər. İnşallah. Klublar, idmançılar və menecerlər. Bu üçbucaqda kim daha çox risk altındadır? İdmançılar və menecerlər. Məncə hər üç tərəfin özünə görə şansları var ümumiyyətlə münasibətlərdə. Çox da belə bir risk faktoru görmürəm. Risk həmişə daha çox klublar üzərində olur. Nəyə görə? Çünki mənim prizmam klublar böyük bir maliyyə vəsaitləri xərcləyirlər və kimisə alırlar, hansı bir futbolçunu transfer edirlər, böyük məbləğlə ödənişlər və böyük məbləğdə maaşlar verirlər. Onun uğurlu olmama ehtimalı da var. Riskləri var. Burada ən risksiz tərəf menecerlərdə pulun alır, gedir və prosesdən çəkilir. Ondan sonra 2 nəfər qalır ortada və davam edir. Ona görə ən riskli tərəf klublardır. Ona görə də bütün dünyada hər bir şeydə bu seleksiya işlər o qədər scout və seleksiya. Məsəl üçün son dövrlər biz scout raporlarına baxırıq, hesabatlarına baxırıq. İnanın ki, o qədər detallı, idmançının detallı analiz edirlər ki də. Və bugün o qədər proqramlar var bununla bağlı ki, siz müraciət edib baxırsınız. Və məsəl üçün də bir insanın bir gözü ilə görə bilməyəcəyi dataları sənə verir sistem və informasiya. Verir ki, bu adamın funksiyası nədir, bu harda daha yaxşı oynaya bilər, harda oynaya bilməz, bu oyuncunun gücü nədir, bu 70 dəqiqədə oynayır, yoxsa bu 80 dəqiqə oynaya bilər, yoxsa bu 90 dəqiqə, bəlkə heç bunun potensialı 45 time'dır. Bunu, yəni o qədər detallı verib informasiya var ki də, ona görə bizdə amma biraz bilirsiniz necədir, çox bəsit seçirik. Məsəl üçün, evlilər ki, necə toy kasetindən qız seçirlərsə, elə bir ki, hansı bir video, YouTube'dan da futbolcu seçirlər. Eyni prinsip yanaşırlar. Amma belə deyil. Komandalar, scoutlar olmalıdır. Bir oyuncunu minimum bir il izləməlisən. Həm şəxsi həyatını izləməlisən, həm hər bir xarakterini izləməlisən. Hər detallı buna yanaşmalısan ki, bu çünki zarafat deyil də, az pul vermirsən buna. 20-30 min Azərbaycanda ortalama bir futbolcu 10 min, 15 mindən yuxarı başlayır maaşı.
Legioner gələndə 20-30 minə yaxın dollara yaxın pul alırlar. Yəni bu zarafat pul deyil. Yəni bunu siz verirsinizsə bu maksimum dərəcədə, yəni bundan tüklər demiş ki, verim almalısınız. Bundan nəticə çıxartmalısınız. Ona görə də o seleksiya, seçim və skaut işləri çox-çox ciddi aparılmalıdır. Bizim ən böyük problemimiz budur bu dəqiqə. Heç idmançı müştərin olubmu ki, gəlib sənə sual verib? Mən bu statusu paylaşsam məhkəməyə verərlərmi? Onu deyib, mən çox olub ki, qoymamışam ümumiyyətlə. Mən ümumiyyətlə idmançılarla həmişə izah edirəm ki, sizin bir mübahisəniz varsa, bu artıq hüquqi çərçivə girdiyinə görə konfidensiallıq qorunmalı mütləq şəkildə. Və biz şou adamı deyilik, biz deyilik ki, bu məsələləri şou prizmasına çıxardaq, sosial media üzərindən nə isə deyək. Bizim nə ürək sözlərimiz var, bunu demək üçün bizim məhkəmə zallarımız olacaq, bizim arqumentlərimizi bildirmək üçün. Və mən ən sevdiyim şey odur, nəticə olsun, onu paylaş. Mən bunu elədim və budur nəticəsi, mən bu кейsi utdum və yaxud da mənə o vaxt tutalım hansı bir klub bunu demişdi, mən getdim, bax, sübut elədim ki, mən bunu eləməmişdim. Yoxsa sözdür və ona görə də, çünki bugün sosial media çox ciddi bir vasitədir və artıq orada dediyin hər bir şey də artıq orada ciddi bir məsuliyyət məsələsi var. Ona görə də və biz sübut qismindən sabah bir mübahisə çıxanda oradakı hər bir sözdən istifadə olunur. Ancaq bugün belə deyim də tərəfsizlik məsələləri gələndə mən elementar bir şeylər deyim. Hər hansı bir bunu bir hər kəsə tövsiyə edirəm. Məsəl üçün bir mübahisə gəlir, tutalım hansı Afvanın içində hansı kimsə baxır mübahisə falan. Biz o qədər sosial mediaları araşdırırıq ki, tərəflər ki, sübut tapaq. Ki, filan ki, vaxtda nə deyib, filan vaxtda neyini, buna əvvəlki bir qərəz olub, buna əvvəlcədən, buna yanaşma necə idi falan. Filan o məlumat mübadiləsinə görə. Ona görə də idmançılar da yəni hər şeyini ehtiyatlı olsunlar. Və ona görə də sosial mediaları mütəxəssislər idarə eləməlidir. Yəni mən inanmıram ki, məsəl üçün Avropada və dünyada top futbolçu özü dursun Instagramda bir post paylaşsın, bir şey eləsin. Yəni bizdə də bir növ ora getməlidir. Bu bir növ o eyni zamanda sosial medianın istifadəsi. Bizim idmançılar indi image right nədir başa düşür. Bilmirlər. Bu hamısı image rightdir. Və oradan kifayət qədər pullar qazana bilərlər. Hüquq adamı olaraq hansı idmançıları təmsil etmək istəyərdin? Dünya səviyyəsində, Azərbaycanda. Hər ikisi. Azərbaycanda, onsuz zaten Azərbaycanda bütün idmançılara bu fəaliyyət göstərən hər kəsə böyük hörmətim var və aşağı-yuxarı çoxu ilə da bu və digər ən az konsultasiya eləmişik. Yəni telefonda nəsə danışmışıq, nəsə bir məsləhətləşmişik və belə situasiya düşsə deyə bilərəm də. Belə indi fərq versəm kimlərsə seçmək istəmərəm də. Yəni məsəl üçün belə mən ona görə belə konkret ad deyə bilmərəm. Çünki öz xidmət göstərdim idmançılar da şey ola bilər. Şey olar. Amma yəni belə deyim də, bütün idmançılara xidmət göstərmə mənim üçün bir növ şərəfdir və bunu sevə-sevə eləyirəm. Yəni bunun belə deyim, yaxşı oyunçudur, pis oyunçudur, şəxsi xarakterləri var, yoxdur. O mənim məsələm deyil. O yaxşı oğlandır, yaxşı oğlan deyil. Kimi məsələlər bizim bucağımızda deyil. Bizə hüququ pozulub, hüququ pozulmayıb. Bu sırf buna baxırıq və maksimum əlimizdən gəlir. Və mən həmişə deyirəm ki, bütün situasiyada hüquq müdafiə olunan tərəfi var. Yəni bütün situasiyanın ən ağırın və o söz var, betərin betəri var. Sənin müdafiən də o yumşaltmaya gətirib çıxardır. Biz maksimum dərəcədə nəyisə düzəltməyə çalışırıq. Dünya üzərində mən Chelsea hazırkeşiyəm. Chelsea futbol klubu. Ola bilər ki, böyük bir arzu ola bilər ki, istəyərəm ki, məsəl üçün Chelsea futbol klubunun hansısa bir hüquqi işində məsəl üçün şey ola bilər. Belə bir şey ola bilər və yaxud da mən praktikamda olub Azərbaycan Paralimpiya Komitəsinin Ermənistana qarşı işi olub, Ermənistan Paralimpiya Komitəsinə qarşı işi olub. Mən orada vəkil kimi qismində təmsil eləmişəm federasiyanı, komitəni, o beynəlxalq Paralimpiya Komitəsində baxılıb o işə. Məsəl üçün mən ən belə deyim, belə şərəfli mi deyim, ən belə şey olduğum iş o olub vəkil olaraq ki, və yenə bir elə bir situasiya ola bilər, yenə bir beynəlxalq əhəmiyyəti çox vacib bir məsələ ola bilər. Amma mən bugün çalışıram ki, idman hüququ olaraq Azərbaycanlı bir idman hüquqşünası, məsəl üçün idman hüququnun piki İdman Arbitraj Məhkəməsidir.
Yəni, o pik oradır, mübahisələrin ən bahalısı. Mən istəyirəm ki, məsəl üçün, o keyslərdə Azərbaycanlıların imzası olsun. Azərbaycanlı vəkillər orada təmsil olunma şansları olsun. Yəni, çünki biz ancaq elə böyüyəcəyik, elə inkişaf edəcəyik. Yoxsa, yəni, Azərbaycan çərçivəsində AFPA ilə dalaşıb, federasiyona da bununla biz inkişaf edə bilməyəcəyik. Biz oraları görməliyik. Doğrudur. Azərbaycanda hüquqşünaslar arasında ən yaxşı futbolçu kim olur? Aa, Azərbaycan ümumiyyətlə, Azərbaycan Vəkillər Kollegiyasının vəkillər arasında dedinizdə yaxşı Bəli. futbolçu. Komandası var, futbol komandası var. Hətta futsal üzrə çempionatda da iştirak edirdi, yer tutmuşdu. Sonra beynəlxalq yarışlarda da falan iştirak edir. Kifayət qədər yaxşı futbol oynayan vəkillərimiz çoxdur. Vəkil komandası da yaxşıdır və uzun illər onun Şamaxı Futbol Klubunun rəhbəri Elçin Sub oranın rəhbəri olub. Bu komandanı idarə edib, qrup yaradıb. Orada kifayət qədər yaxşı oynayan bir adamın adını çəkə bilmərəm. Dostlarım da hamısı və kifayət qədər yaxşı oynayan vəkillər var, hüquqşünaslar var, vəkillər var. Ümumiyyətlə bugün mini futbolda da, çempionatda falanda da belə oynayan yaxşı vəkillər var komandalarda. Birbaşa da belə oynayan çempion olan komandanın içində vəkillər var. Yəni, hüquqla idmanı... Sual qoyarsan. Hə, okey. Yo. Okey. Davam edək. Hüquqla idmanı birləşdirib sloqan deməyinizi istəsəm, nə deyərdiniz? Hüquqla idmanı birləşdirib ədalətli oyun demək olar, bir çox şeylər demək olar, belə çox ani oldu. Sənin prizmandan baxanda. İdman və hüquq yəni o qədər bir-birinə həqiqətən də iç-içədir və yəni ayrılmaz bir şeydir. Yəni ayrılmaz ikili deyə bilərəm, ayrılmaz bir dostluq. Çünki bunlar biri olmasa o birisi yəni idman xüsusilə hüquq olmasa heç bir formada inkişaf edə bilməz. Hüquq hər kəs üçün qorxulu yoxsa qoruyucu olmalıdır? Hüququn zaten 2-3 prinsipi var. Hüquq bəli, tərəfləri qoruyur, maarifləndirir. Eyni zamanda hüququn cəza funksiyası da, yəni cəza məqsədi də var. Və cəza məqsədi, daha doğrusu cəzanın məqsədlərindən biri də digər şəxsləri pis əməllərdən çəkindirməkdir. Yəni bəzi hallarda hüquq o qədər qəddar ola bilər ki sizin üçün və sizin məsəl üçün doping məsələlərində, danışılmış oyun məsələlərində sizin ən böyük qabağınızda bariyer yenə hüquq olur, qaydalar olur, cəzalar olur. Ona görə burada o qədər belə yəni idmançı olsun, klub olsun, federasiya olsun, bütün hərəkətlərin hüquq nədir? Hüquq davranış qaydalarıdır. Yəni davranış qaydalarının rəsmiləşdirilmiş formasıdır hüquq. Yəni bizim nə edə biləcəyimizi sadəcə bizə yazılı olaraq göstəriblər ki, bunu belə eləyin. Və ona görə də belə deyim. Və idmançılar da, federasiya hər kəs də bu qaydalara uyğun davransalar heç bir şeylər olmayacaq. Onda hüquq onlar üçün çox pozitiv, çox mehriban, onların dostu olacaq. Yox, əgər onlar azad olmaq istəyirlərsə, heç bir qaydaya sığmırlarsa, qanunlara sığmırlarsa, hüquq o zaman onların qarşısında ən böyük bariyer və mane olacaq. Ən böyük arzun nədir? Karyeramla bağlı ən böyük arzum İdman Arbitraj Məhkəməsinin hakimi olmaqdır. Hüquqda və idmanda öz izini necə qoymaq istəyirsən? Mən idman hüququnu zaten seçəndə ana təməl məqsədlərimdən və istəklərimdən biri, mən bilirdim ki, məsəl üçün mən tutalım cinayət hüququ, kommersiya hüququ, mülk hüququ, ailə hüququ hansısa bir şeyə getsəm, mən orada nəsə yarada bilməyəcəm. Çünki artıq 99% hər şey yaradılıb. Amma idman hüququ həm bir boş bir sahə idi. Yəni Azərbaycanda yox idi. Və mən hesab elədim ki, mən nəsə yarada bilərəm. Orada mən öz yaradıcılığımı qoya bilərəm, nələrsə edə bilərəm. Və hesab edirəm ki, 5 və 6 il ərzində Azərbaycanda idmanla bağlı olan istənilən keysin içində olmuşam. Bu və digər formada. Ya klub tərəfdə olmuşam, ya oyuncu tərəfdə olmuşam. Yəni böyük. Və belə deyim, mən 2019-cu ildə bu prosesi başlayanda elə bir nümunə verim AFFA-nın nəzdində, Azərbaycan Futbol Federasiyasında hüquq orqanlarında nə qədər pozuntular var idi. Proseslər ümumiyyətlə keçirilmirdi, ümumiyyətlə heç kəsi çağırmırdılar, dinləmirdilər. Belə çox belə şeydi və o qədər belə bəsit qərarlar verirdilər, gülməli, yəni belə dəhşət idi. Və
Amma məsəl üçün bizim çünki hüquq belə bir şeydir ki, burada bir adam olmalıdır və daim mübarizə aparmalıdır. Yəni çəkinməməlidir. Uduzacağıq da, nəticə də olmayacaq, bizi başa düşməyəcəklər də. Bu çox təbiidir. Mən bunu çox gözəl anlayıram. Heç bir şeydən düşmürəm. Həvəsindən düşmürəm. Amma zaten mən bilirəm ki, özüm düzəm. Yəni mən bunu bilirəm. Mübarizədən geri çəkilmirəm. Və ona görə də məsəl üçün bir кейsi gələndə idmançının mənə, mən deyirəm ki, sənin səbirliyin, iradən və dözümün varsa biz bu yola çıxaq. Çünki bu elə bir cəmiyyətdə yaşamırıq ki, idman hüququ inkişaf eləmiş. Biz FIFA-da deyilik də, İsveçrədə deyilik. Biz verəcəyik o dəqiqə hər kəs bizim hüququmuzu təmin edəcək. Biz hüququmuzu təmin almaq üçün biz mübarizə aparmalıyıq və ekstra mübarizə aparmalıyıq ki, bu bizə tanınan hüququmuzu bərpa edə bilək. Ekstra güc sərf eləməliyik. Ona görə də belə deyim, bu məsələlərdə amma hesab edirəm ki, kifayət qədər 5 ildə, 6 ildə yol qət eləmişik. Yəni necə, məsəl üçün də tam səmimi, bəlkə biraz özündən şey kimi ola bilər, amma məsəl üçün mən hesab edirəm ki, Elcan olmasaydı bu 5 il ərzində idman hüququnun vəziyyəti çox pis olacaqdı. İndi zərrə qədər də bir 5%, 3% irəliləyiş varsa bizim bir əməyimiz var burada. Və mən maksimum çalışıram, bax belə tədbirlər, o podkastlar olsun, universitetlərdə təlimlər olsun, klublarda falan hər yerə könüllü gedirəm. Danışıram ki, hər kəs bilsin. Dost məclisi olsun, idmançılarla olsun. Mən eyni zamanda İdman Akademiyasında dərs deyirəm, sabah qruplarında idman hüququ ilə bağlı, Bakı dövlətdə. Hər kəsə izah edirəm ki, belə bir şey var və çünki bu belə inkişaf edəcək, yəni bir gün ərzində olmayacaq. Ona görə də yəni məsələn idman hüququ adına hələ çox şeylər görmək istəyirəm, etmək istəyirəm. Çox arzularım var. Məsəl üçün çox istəyirəm ki, Azərbaycanda hansısa bir AFFA-nın qərarlarını İdman Arbitraj Məhkəməsinə qədər daşıyaq, aparaq. Yəni belə inkişaf edəcəyik. Çünki yoxsa biz AFFA nə verdi, qəbul edək və yaxud da AFFA şərti də federasiya olaraq deyirəm. Məsələn, digər istənilən federasiya hansısa bir qərar versin, biz qəbul edək, düzdür, razılaşaq, cəriməsini ödəyək, bir başım sakit olsun, problem olmasın falan filan kimi. Mən öyle düşünmürəm. Çünki idman hüququ belədir ki, məsəl üçün İdman hüququnda məşhur 3-4 dənə case var. Məsələn, Bosman qanunları deyilən bir case var, Mutunun case var, Beşlerin case var. Bu case'lər idmançıları mübarizələr sırasında tarixə yazdırıb. Mən də hesab edirəm ki, məsələn, Azərbaycanda bir neçə idmançı indi artıq var və belələri də olacaq. Onlar bu mübarizə axıra qədər eləyəcəklər və olan adı mənlə bir yerdə ümid edirəm ki, Azərbaycan idman hüququ tarixinə düşəcək və bu president qərarlar formalaşacaq ölkədə. Bundan sonra 3 ildən, 10 ildən sonra da bu məsələlər çıxanda deyəcəklər ki, o vaxt belə bir şeylər olmuşdu. Azərbaycanda idmanda ən çox hüquq pozuntusu edən federasiya hansıdır? Abi çox ağır sualdır. Bu biraz fərqli ola bilər. Çünki bunun belə deyim, ölçən bir şey yoxdur da ki, mən onu konkret deyim. Kiməsə desəm bir haqsızlıq olar və bunun bir meyarı yoxdur. Məsəl üçün, belə bir şey yoxdur ki, bizim federasiyaların qərarlarından statistika olsun, biz şikayət verək İdman Arbitraj Məhkəməsinə. Mən deyim ki, tutalım AFFA-nın qərarı 10 dənə qərar verib 5 il əldə olunub. Məsələn, Güləş Federasiyasında bir dənə qərar, deməli Güləş Federasiyası daha yaxşı işdir. Bunun ölçə biləcək bir şeyim yoxdur əlimdə. Tərəzim yoxdur. Amma rahat şəkildə deyə bilərəm ki, hamısında kifayət qədər pozuntular var. Azərbaycanda hansı klub və ya federasiya ilə işləmək sənin üçün qırmızı bayraqdır? Yəni qəbul etmədiyin tərəfdir. Yox, mən belə bir qırmızı və bir çizgilərim yoxdur. Ümumiyyətlə mən hər kəsə deyirəm ki, mən vəkiləm. Mən bunu, bu hüquqi yardımı və xidmət qarşılığında, müəyyən bir müqavilə və xidmət qarşılığında, bir ödəniş qarşılığında yerinə yetirən şəxsəm. Və bu mənim gəlir və qazanc mənbəyimdir. Mən bu məsələlərə nə emosional baxa bilərəm, nə bu məsələlərdə, bəli, bəzi məsələlərdə mən baxa bilərəm ki, işin perspektivi yoxdur, onu da yenə idmançı özündən deyə bilərəm ki, səndə bu işin perspektivi azdır, bax da, yəni qərarı özün ver falan filan. Amma olub ki, mən məsələn bir kluba qarşı iş aparmışam, o klubun özünə də kömək eləmişəm. O qədər, yəni praktikamda olub. Məsəl üçün kluba qarşı məhkəmə mübarizəsi çox kəskin bir mövqe tutmuşam, axıra qədər mübarizə aparmışam. Qutarıb bir aydan sonra klubun özünün bir hüquqi problemi olub, zəng eləyib məsləhətləşib ki, mən bunu necə eləyə bilərik, bunu nətər eləyək, məsləhətimizi vermişik. Yəni belə bir şeyimiz yoxdur. Çünki biz bu məsələlərə Elcan şəxsiyyətin qatmır bu məsələlərə. Bəlkə simasında təmsil edir. Ona görə fərd olaraq hamı ilə dostluğumuz var, münasibətimiz var. Sabah məsəl üçün ən çox bəlkə tənqid edəm AFFA-dan, AFFA-nın bütün rəhbərliyinə kənarda böyük hörmətim var. Yəni o işdir və mən indiyənə qədər heç kəslə öz
Elcana görə mübarizə aparmamışam. Kimlərəsə, hansı idmançılara görə, hansı klublara görə mübarizə aparmışam. Bunda məncə peşəkar mühitlər düzgün qavramalıdırlar və başa düşməlidirlər. Bu da o deməkdir ki, bütün federasiyalarımız Elcana müraciət edə bilərlər. Mənim üçün problem yoxdur. Əla. İdmançılar bəzən müqavilə imzalayanda özlərini kölə eləyirlər. Səncə problem idmançıdadır, menecerdədir, yoxsa sistemdədir? Hamısındadır problem. Bizdə bugünkü gündə həqiqətən menecerlik institutu kifayət qədər inkişaf eləməlidir. Bizdə menecerlik bir növ çox vasitəçi, biraz çox yəni bəsit anlamında qalır. O menecer idarə edən tam prizmasına keçə bilmir. Xaricdə hər yerdə bizdə də bunu yaxşı edən adamlar var. Bunlar idmançının dostudur bütün anlamda. Yəni o adamlar hər cəhətdən. Bizdə isə sadəcə bir dənə müqavilə bağlayanda peyda olurlar. Hə, gəl falan filan kiminləsə dostluğun var, sənə 5 minlik kontrakt təklif edirlər. Bunu söz aparıb söz gətirən adamlar olurlar. Çox. Amma əslində bu belə deyil. O adamlar o idmançının yəni kimin ki yaxşı meneceri varsa, o yəni 10-0 mən deyərdim idman karyerasında öndədir. Çünki onun əlaqələri olsun, networkinqi olsun, ona düzgün istiqamət olsun. Çünki mən hesab edirəm ki, idmançının ümumiyyətlə ən əsas vəzifəsi sadəcə məşq etmək və öz üzərində çalışmaqdır, idman fiziki olaraq. Yəni digər tərəflərin o özü məşğul olmalı deyil. Digər tərəflərin peşəkarlarla çalışmalıdır, onlar onun üçün eləməlidir. O adam buradan gedib, buradan çünki o kölə olmağa deyirsiniz, o köləliyin hamısı bax Azərbaycanda çox təəssüf ki, belə deyim də biz şəxsi münasibətləri işə qatırıq da. Məsəl üçün bir klub futbolçudur, klubda uzun, məsəl üçün klubun yetirməsini 5 ildə 10 ildə şey edirlər. İndi kluba çıxmaq istəyir, yaxşı adamın təklifi var falan. Nə bilim, deyirlər sən çörəyi dizinin üstündəsən, bizi qoydun getdin, biri 5 manat pul təklif eləyən kimi çıxdın getdin. Klub prezidentləri otururlar, o qədər nağıl danışırlar, yaxşı oğlan belə getdi, pis oğlan belə. O qədər belə primitiv söhbətlər eləyirlər ki, idmançılarla, hə, bizim sənə ehtiyacımız var. Amma günün sonunda bir xırda bir problem çıxanda klub prezidenti deyir, qardaş sağ ol. Bir gün Tanımır səni. tanımır səni. Ümumiyyətlə sən atır bloka. Vəsə. Sən başa və yaxud da karyeran biraz zəifləyən kimi, biraz yaşlanan kimi, biraz şeyləyən kimi, yəni çünki bu hər tərəf başa düşməlidir ki, bu klub üçün də kommersiya məqsədidir burada, maraqlardır. İdmançı üçün də maraqlar. Bunu tərəflər hər iki tərəf başa düşməlidir ki, hər iki tərəf çalışır ki, bir vəsait qazanmaq istəyir bu prosesdə. Bunu ən yaxşı formada eləmək istəyir, özünə ən uyğun və rahat formada. Ona görə bu şeylər çox düzgün yanaşmaq lazımdır. Amma bizim idmançılarımızın ümumiyyətlə hüquqi olsun, ümumiyyətlə bilik səviyyələri həqiqətən bir növ. Çünki bu bizdə hələ təhsillə idman çox birləşə bilmir. Çünki bizim idmançılarımız istər-istəməz həyat onları bir seçim qarşısına qoyur. Ki, təhsil almaqmı yoxsa idmanmı? İdmanmı. Və çünki ora getdiyi yönəldikləri təqdirdə təhsildən geri qalırlar və ona görə də, yəni siz elə fikirləşmir dünyanın hər yerində bütün idmançılar təhsillidir. Xeyr, heç onların elə bir öhdəlikləri də yoxdur. Elə bir onlardan bir gözlənti də heç kəs gözləmir. Sadəcə olaraq o adamlardan gözlənilən odur ki, işlərini peşəkarlara tapşırsınlar. Yəni onun hüquqşünas olmağa, hüquqi bilikləri olmağa və yaxud da menecer idarə etmə qabiliyyəti olmağına ehtiyac yoxdur. O sadəcə düzgün adamlarla işləməlidir ki, o siz dediyiniz kimi kölə olmasın, hər hansı bir formada kimdənsə asılı vəziyyətə düşməsin və günün sonunda da bu prosesdən karlı şəkildə çıxsın. İnşallah. İnşallah. Hüquqşünas gözü ilə baxanda Azərbaycanda idmançının haqqını yeyən məşqçi çoxdur, yoxsa haqqı yeyilən sistem? Məşqçi və ikinci də sistem. Ümumiyyətlə sistemdə böyük problem var. Zaten məncə hər bir şeyin kökü sistemdir. Yəni bir normal, sağlam bir sistem olsa, o işləyəcək. Bizdə böyük problem odur. Bütün idman növlərində bizdə mənə görə idman o vaxt Azərbaycan mənə görə idman ölkəsi deyil. Yəni bizdə idman kütləvi deyil. Yəni mən kütləvilik deyərkən məsəl üçün bir statistik olsa nə qədər hər adamın nə qədər idmanla məşğul olur. Yəni çox azdır. Çox azdır. Və ona görə də
bizim bəlkə də heç buna ehtiyac da yoxdur idman ölkəsi olmaq. Bizim kimi ölkələrdə daha rahatdır bəlkə də hər şey. Yəni sən lokal şəkildə çox yaxşı uğurlar qazana bilərsən. Normal yaxşı bir sistem qursan, məsəl üçün də mən fikirləşirəm ki, çox çətin. Düzdür, xarakter etibarilə olan idman növləri də ola bilər. Məsəl üçün mühit olaraq, sistem olaraq, məsəl üçün də Azərbaycanda üzv üçün çıxmazını gözləmək çox çətindir. Basketbolun böyük səviyyədə uğurlar gözləmək çox çətindir mühit. O mühitləri yaratmaq lazımdır. Birinci, hər cəhətdən dövlət olsun, qanunda hamısı, dövlət, bələdiyyə hamısı bunu yaratmalıdır. Birinci mühit olmalıdır. İdmanla məşğul olmaq hər kəs üçün əlçatan olmalıdır. Məsəl üçün mən həmişə deyirəm, Azərbaycanda mini futbolda birdən-birə uğur oldu da. Bunun ən böyük uğurun səbəbi hər kəs mini futbolla məşğul ola bilirdi. Necə hamı gedirdi korporativ şəkildə işdən sonra dost, tanış, bir əyləncə növü idi. Və o qədər kütləvi oynadılar. Oradan elə ki sistem özündən doğal olaraq 10 nəfər yaxşı adam çıxartdı. Düzdür. Yəni bu belə olmalıdır. Bir kütləvi olsa, məsəl üçün bizdə də hər yerdə, məsəl üçün məncə bütün bu mütləq ol məktəblərdə bizdə bədən tərbiyəsi və idman dərsi ən sayılmayan, qaçılan, hörmət edilməyən bir dərs olub da. Biz idman fənninə bu yanaşmayla biz necə böyük uğur gözləyə bilərik idmanda? Və buna görə də bizim fizikamızda, fiziki olaraq o qədər xəstəliklərimiz var, yüzlərlə problemlərimiz var bu məsələlərə görə ki, biz idmanla məşğul olmuruq. Və bunu bizə məktəbdə öyrətmirlər, orada öyrətmirlər, burada öyrətmirlər. Sonra da başımız qarışır pul qazanmaq üçün, buna vaxtımız qalmır, məişət qayğıları bundan vaxtımız qalır. Ona görə mütləq sistem lazımdır. Amerika sistemi tətbiq olunur. Məktəbdən gəlməlidir hər şey. Məktəblərdə ixtisaslaşmalıdır artıq. Okey, orada müəyyən bir yaşa çatandan sonra onları seç. Bu kim hara istəyir, getsin. Amma bugünkü kimi ümumiyyətlə belə deyim də hər hansı bir federasiyanın vəsaiti olacaqsa, biraz infrastruktur tikəcəksə, hər o federasiyanın rəhbəri gedib dəyişəcək, ora vəsait ayrılmayacaqsa, elə ki bugün biraz idman çox dövlətin üzərində olan bir yük kimidir də və böyük bir maliyyəli hesabına hansısa bir uğur qazanır. Amma bunu biraz şaxələndirsən, bu funksiyaları təhsilin də üzərinə qoysan, təhsil nazirinə tapsa ki, sən də burada ciddi öhdəliklərin var, sənin bu zallarından istifadə imkan verməlisən, sən bu infrastrukturlardan düzgün yetirməlisən. Məsəl üçün də bədən tərbiyəsi müəllimlərini düzgün şəkildə seçməlisən, peşəkar adamlar olmalıdır, bunlara yaxşı maaşlar verməlisən, bu uşaqları monitorinq apar, qoyma dərsdən qaçsınlar falan filan da, yəni çox bəsit şeylərdir əslində. Yəni bunu, yəni belə gələcək. Yoxsa lokal olaraq hakeydə kimsə hansısa bir federasiyanın prezidenti yaxşı pul olacaq, biraz çox fəaliyyət edəcək, göndərəcək, biraz yaxşı yerlərdə məşğul edəcəklər. Müvəqqəti uğurlardır. Müvəqqətidir. Daimi üçün yoxdur. Ona görə də görürük ki, daimi təməli olmayan evi zaten uzun müddət yaşamaq mümkün. Yəni bugün Azərbaycan idmanının təşkil yaxşı bir təməli yoxdur. Doğrudur. İdman hüququnda səncə ən çirkli mövzu hansıdır? Danışılmış oyunlar. Məncə ən çirkli və ən belə deyim, idmana kölgə salan və amma təəssüflər olsun ki, bugün futbolda olsun, digər fərdi idman növlərində kifayət qədər çoxdur. Əslində fərdi idman növlərində danışılmış oyunlar etmək daha rahatdır. Komanda idman növlərində məsəl üçün bir statistika var idi. Son illər ən çox danışılmış oyun, statistik və oyun alqı-satqısı tenisdə olurdu. Heç bəlkə də insanlar çox öncəsəydilər. İkili idman növlərində daha rahatdır. Və harda ki, detallı idman növlərində orada danışılmış oyunlar, ehtimallar daha çoxdur. Çünki onlar çox xırda detallar əhəmiyyətli təsir. Onları insan gözlə görə bilmir. Məsələn, futbolda danışılmış oyunu eləmək çox çətindir. Nə mənada çətindir? Çünki 11 nəfərdir, sən bu 11-i ilə danışmalısan. Sən ola bilər oyunu sata bilərsən, qapıçın fantastik oynaya bilər həmin gün. Sən müdafiəçi olaraq bütün toplarda səhvlər eləyə bilərsən, amma qapıçın qolu buraxmaz. Məsəl üçün də sən nəticə verə bilməzsən. Amma fərdi idman növlərində belədir ki, sən birə-bir səndən asılıdır. Sən danışılmış oyuna gedib uduzsan, bunu çox adam bilməyə də bilər. Yəni çünki mən bu danışılmış oyunlarla bağlı çoxlu maraqlı kitablar var, xarici ədəbiyyatlı kitablar var. Burada nümunələr və кейslər göstərirlər. Orada göstərirlər ki, bir məsələn futbol olsun, basketbol olsun, bir oyunçunun boş vəziyyətdə olan 1 saniyə pauzası belə danışılmış oyundan nəticələnən кейsləri olub. Yəni idmançını tutublar, idmançı etiraf edib, amma nəticəyə ciddi təsir edən şey deyil də. Məsələn, adam kimlə sansa bir belə deyim mafiya qruplarının əməkdaşlıq eləyir və ona sadəcə deyirlər ki, tutalım siz çox güclüsüz, rəqiblə top fərqini 5 eləməyin, 1-də saxlayın, 2-də saxlayın, məsəl üçün. Bu kimi məsələn, adam oyun qurucudur, tutalım
boş vəziyyətdə olan oyunçu 1 saniyə gecikdirir, pas vermir, topu ayağından artıq saxlayır falan filan. O qədər xırda detallarla bunu məsəl üçün də görə bilməzsən. Bir azarkeş olaraq bunu hiss edə bilməzsən. Kimsə azarkeş olaraq o görürlər, bu oyun satılır falan. İnandırım ki, mən sizə deyim ki, o oyunlar satılmır. Satılan oyunların mən cinayət işlərinin içində olmuşam. Elə oyunlar satılır ki, yəni sən deyərsən ki, yuh da yəni. Mən ona görə artıq o danışılmış oyun vəkil kimi bu proseslərin içinə girəndən sonra mən o qədər artıq idmana belə baxa bilmirəm. Yəni bütün nəticələrin içində bir şey düşünürəm. Bəlkə burada da nəsə eləyiblər. Çünki müasir dövrdə bu çox böyük bir hansı ki prosesin içinə bu dediyimiz mərc oyunları girib, o mərc oyunları elə bil ki, mərc oyunların idmana gəlişi ilə idmanın bütün belə deyim də o təmizliyi, ədaləti hamısı gedib. Aynen. İnşallah ki bu problemlər düzələr. İnşallah. Federasiyalarımız və idmançılarımız hüququn əslində iş proseslərində nə qədər əhəmiyyətli, vacib olduğunu başa düşərlər və dərk eləyərlər. Bu yolda həqiqətən sənə uğurlar arzulayıram. Çox sağ ol. Çünki çox belə deyim də çətin prosesdir. Bir yaxlarda qeyd etdin. Təəssüf ki, idmançılarımız, məşqçilərimiz hər biri təhsilli deyil və bunun əhəmiyyətini başa düşmürlər. Sənin yolun orada belə deyim də çətindir ona görə ki, həm hüquqi tərəfini izah etməlisən, həm loru dildə onları izah etməlisən. Allah səbr versin. Çox sağ ol. Amma mən işimi çox sevirəm. Bəli. Və Azərbaycan idmançılarını çox sevirəm. Ümumiyyətlə mühiti çox sevirəm. Mən sevirəm ki, mən xidmət göstərə bilirəm. Bəlkə də biz nə bilim bir Avropada yaşasaq, orada bəlkə də mən hesab edirəm ki, bizim idmançılarımızın idman hüququna daha çox ehtiyacı var. Bəli. Daha çox. Onlara elə 2 qat sən kömək eləməlisən. Həm belə bir insani olaraq düşünürsən, bir şey ki, zərərin əvvəlindən qayıdır. Bəli, maksimum dərəcədə yəni kömək eləməyə çalışıram və idmançılar özləri təsdiqləyir ki, yəni heç vaxt onlarla böyük bir maliyyə məsələləri ilə bağlı da çox şey eləmirəm və təməl məqsədim odur ki, onların pozulmuş hüquqları bərpa olunsun. Yəni birinci ona fokuslandım. Zaten digər şeylər mühit formalaşdıqca, peşəkarlaşdıqca hər şey öz yerini tapacaq. Sadəcə müəyyən bir 10 il, 15 il belə bir əziyyət çəkəcəyik. Son olaraq idman cəmiyyəsində olan insanlara bir tövsiyə olaraq nə demək istəyirsən? Tövsiyə olaraq demək istəyirəm ki, ümumiyyətlə bir təkcə həyatların bütün istiqamətlərində, həyatlarında hüququ prioritet eləyib yaşasınlar. Bu onlara həyatı daha rahat, daha güvənli, daha təhlükəsiz yaşamağa kömək eləyəcək. Bu hər kəs üçün belədir. Yəni siz həyatınızda belə həyatınızı, davranışlarınızı hüquqa uyğun davransanız, sizə həyat daha rahat olacaq. Ona görə də idmançılar da hər cəhətdən hüquqa uyğun davransınlar, klublarda hər kəs də yəni davransalar, federasiyalarda artıq çünki düşünməsinlər ki, bugün onlar qanunsuzluq eləyirlər, bu belə davam eləyəcək. Bu belə deyil. Mütləq bir gün Elcan kimi kimsə biri çıxıb bunlara belə deyim, etiraz eləyəcək. Bir dayan deyəcək və həyat da sürətli inkişaf eləyir. Bugün bir dənə Elcan varsa, sabah 5 dənə, 10 dənə, 100 dənə olacaq. Ona görə işlərini düzgün görsünlər ki, belə problemlər də yaşanmasın. İnşallah. İnşallah. Gəldiyin üçün təşəkkür edirəm. Həqiqətən xoş söhbət oldu. Məncə idmançı, məşqçi və hətta federasiya rəhbərliyi üçün də öyrədici bir podkast bölümü oldu. Mən də sənə çox sağ ol deyirəm, Cəlalət. Təşəkkür edirəm. İnşallah ki, izlənənləri inşallah ki, faydalı olar. İnşallah. Sağ ol. Sağ ol.